Salam aleykum değerli dostlar, değerli izleyiciler, hamınızı xoş gördük. Bu günləri Binə qəsəbəsində sizlərə Qubçalı qazı işığı suyu olan 190 nömrəli marşrutun yolunun düz üzərində 2 mərtəbəli gözəl bir həyət evimizin çəkilişinə gəlmişik dostlar. Altlı üstü evdə. Evimizin ön görünüşünü görürsünüz. Süper bir evdir. Yerdən olmuş daşın üstündədir değerli dostlar. Birinci mərtəbəyə girirsən, promoy, mətbəx, zal, 2 dənə yataq otaqları, çox danışmıram. İstəyirəm inşallah keçək evimizin içine. Buyurun gəlin. Qiyməti Qubça ilə bir yerdə 95 min. Əldən qaçılası bir şey deyil. Əlim yanında da evdir dostlar. Gəlin bura. İçində yaşayış var dostlar. Evin içində yaşayış var. Birinci mərtəbədə bu qaydadadır. Yer istif oldu ümumi. Birinci mərtəbədə bu qaydadadır. Bir dənə bax burası zalı. Aşıqan zəhmət olmasa o tərəfdən götürək. Burada mətbəx hissəsi olduğu görünsün, izləyicilərimiz görsünlər. Bura mətbəxi gördüyünüz kimi. Zal, mətbəx studiya. Alt təmiz qoşadaq. Burada bizim bir spalimiz var. Birinci mərtəbədə spalimiz var. Onu deyim ki dostlar, bu dəqiqəmizin də bu evi birinci mərtəbədə bu hissəyə kondisionerə heç bir ehtiyac yoxdur. Nəyə görə? Çünkü ev buz kimidir. Bunlar hamısı betondur dostlar. Yani boş yerlerdir. Gəlin burada. Burada digər istifadəmizdir. Aşağıda 3 dənə otaqdır gördüyünüz kimi. Qəşəng hamısı bir dənə yeri laminat. Özdə bu boyda yağan yağışlardan bir dənə stık var, yoxdur. Dostlar gəlin bura. Bura evimizin sanitär boşalığıdır. Birinci mərtəbəyə aid olan bir şeydir bu. Çox evlərə gerilik, garaj olan evlərin heç birində aşağı hazır olmur. Evlərə düzəldirlər, qaramayaq üstündə, daşın üstündə təhvil verirlər. Amma biz sizə birinci mərtəbə, ikinci mərtəbə hazır. Burası əlində gücü satma istəyən bilərlər dostlar, bu işi saxlayıb bura. Gəlin bura. Burada günlük çatır, su baxır dostlar. Qalxırıq Allahın izinə evin əsas özünü göstərir. Gəlin bura. Özde gün çıxan, gün batan dostlar, həyatı bazası kölgə olan bir şeydir. Niye? Çünkü qabağında da 2 mərtəbəli ev var. Yarımçıqdır. Ama bu ev başka evdir. Gəlin bura inşallah. Evimizin polu var ha, güzgüdür, güzgü. Bax saçıvı dara. Bir məndə yoxdur deyə mən daha şıqlatıram bura. Koridoru dostlar, bax gördüyünüz kimi enli koridordur. Tavan hündürlüyü rahat 3 içədir. Yəni rahat ha. Gəlin bura. Evimizin keçək mətbəx hissəsinə. Gəlin bura inşallah. Birinci mətbəxə burada tanış edeyim. O əyləş qızım, sizi göstərməyəcək. Bura mətbəx hissəmizdir. Qəşəng. Kafe metralı vurulub. Kafe metralı vurulub. Bir dənə kuxuna mebeli yoxdur, dəyərli izləyicilər. Amma normal bir evdə. Mən sizə bir söz deyim. Belə bir evə alan adam uduzmaz. Allah xeyrini versin. Ev sahibi də elə bir insandır ki, Qurana and olsun, bax şəxsən mən bacı deyirəm ev sahibinə. Kişi kimi qadındır. Qadın deyil, kişi kimi qadındır dostlar. Yəni biri var tək qadın olasan, biri var kişi kimi qadın olasan. Allah şahidim olsun, hər kəsin bacı, ürəklə bacı deyə biləcəyi bir xanımdır. Gəlin bura inşallah. Evimizin zal hissəsi. Dostlar, evimizin zal hissəsi geniş, kulturlu, səliqəli. Gördüyünüz kimi ağardılıbdır. Ev hazır evdir. İçində şəxsən yaşayırlar. Sadəcə olaraq imkan olmadığı üçün bu işlərini görməyiblər. Mən də belə evlər görəndə sevinirəm. Nəyə görə? Çünki alıcı öz zövqü ilə, öz istədiyi aboy vura bilər. Qiymət də ki, belə evlərin qiymətini görürsünüz. 135 min, 120 min, 140 min civarında fırlanan evlərdir. Amma bu adam çisti bir qiymət qoyub. 95 min real altısını gəlsin gözləsin. Bu evin bir otağıdır. Evin özünə də kondisioner gərək yoxdur. And olanlar, bax pəncərələr açıqdır. Eşdə hava yoxdur, amma evin içinə skvazniyak verir. Bax beləncədə külək oynayır evin içində. Gəlin bura. Evimizin digər yataq otağı gördüyünüz kimi qəşəng, səliqəli, normal, hər şey qaydasında. Şkafı, şvaneri, dolabı, hamısı öz qaydasında. Deməli, yuxarıda neçə dənə otaq oldu? Zal, 2 spalni, mətbəxin özü elə bir otaq. Burada evimizin sanitär boşağı dostlar. Qəşəng kaver metlağı, moydadırı, hamısı tam qaydasında. Yəni bildiyiniz bahalı villalarda nə görürsünüzsə, bu evin özündə də elə onlar var.
Bir dənə avoy zadı kəsildi ki, dostlar, onu da kim istəsə inşallah şəxsən alsın, avoyunu vurdursın. Qiymət 95 min. Sənəti kupça, real alıcılar gəlsin, qiymətdə cüzi endirim olunacaq. Allah alana da satana da xeyir versin. Nömrə də ev sahibinin birbaşa nömrəsidir.